Salam aleykum. Deməli, burada etan verib, karbon 2H6, eten verib, karbon 2H4, etin verib, karbon 2H2, X mobuna yazıram, Y mobuna, Z mobuna və etan, eten və etin qarışığı bir yerdə deməli A moldur. Yəni, bunlar bir yerdə A moldular. Və 0,7 mol hidrogenlə tam doydurulur. Təbii ki, etan getməyəcək hidrogenlə. Bu deməli 1 mol hidrogenlə gedir, qabağına Y yazacağım. Bu da deməli 2 mol hidrogenlə gedir, 2Z yazacağım. Və Y üstə gəlinsin. 2Z bərabərdir 0,7. Buna bir ədəndən qaydacağım. Sadəcə olaraq burada yazıb ki, etan, eten və etin qarışığının A molu 0,7 mol hidrogenlə reaksiya daxil olubdur. Və sonra yazıb ki, reaksiya nəticəsində 75 qram etan alınıbdır. Təbii ki, etan, eten, etin ümumən A mol nə qədərdir bilmirəm. Bu hərəsində bir X yazmışam, birinə Y yazmışam, birinə Z yazmışam. Və təbii ki, buradan bu ikinci reaksiyadan etan alınacaqdır. Alınacaq YC2H6. Buradan da etan alınacaqdır. Z C2H6. Aydındır. Və bu C2H6 da istifadə olunmadığına görə alınanların içinə daxil olacaq. Yəni 30X üstə gəlinsin 30Y üstə gəlinsin 30Z bərabərdir 75-ə. Buradan hər tərəfi 30-a böləndə X üstə gəlinsin Y üstə gəlinsin Z 75'i 30'a bölək eləyir 2,5. Bunu buradan daha silək. Tapdıq ki, bu 2,5 eləyir. Və artıq bizə nə deyir? İlkin qarışıqda etanın həcm payı 80%-dir. 80%-i 0,8 yazıram. Etanın həcmi, yəni molu X-dir. Və X plus Y plus Z-i görürsünüzmü? Yəni bu bir yerdə. Bunlar bir yerdə nə qədərdir? 2,5-də, yəni 2,5-dir. X də buradan nəyə bərabərdir? 2-yə bərabər. Yəni biz artıq müəyyənlədik ki, X plus Y plus Z-in 2 molu, yəni X-dir, yəni etana aiddir. Buradan da Y üstə gəlinsin Z bərabərdir 2,5-dən. Deməli biz 2 çıxanda 0,5 eləyir. Vəssalam. Bunu buradan silək. Bunu gətirib burada yerinə yazırıq. Bax, Y plus Z bərabərdir 0,5. Sistem tənlik Z buradan bərabərdir 0,2. Bu Z də nəyindir? Asetilenindir. Yazıb ki, asetilenin deməli həcm payı ilkin qarışıqda neçə faizdir? Asetilin deməli 0,2-dir. İlkin qarışıqda 2,5-dir. Bu deməli 8% edəcəkdir.